Azərbaycan Respublikasında uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin həyat səviyyəsinə öz müsbət təsirini göstərir. Azərbaycan əhalisinin sabit artım tempi ölkədə sosial-iqtisadi inkişaf prosesinin müsbət demoqrafik təzahürüdür. Bununla belə bizi düşünməyə sövq edən əsas faktorlardan biri doğulanlar arasında cins nisbətinin pozulmasıdır. Doğulacaq uşağın cinsinə, daha konkret desək qız olduğuna görə hamiləliyə son verilməsi doğulan uşaqlar arasında cins nisbətinin pozulmasına gətirib çıxarıb. Daha çox ailələr oğlanlara üstünlük verməklə selektiv abortlara əl atırlar. Bu da xüsusilə də əhalinin strukturunda və gələcəkdə əhalinin ümumi artımına öz təsirini, mənfi təsirini göstərə bilər. Bu proseslərin qarşısının alınması üçün Azərbaycan Respublikası dövlət siyasətində bir çox addımlar atılıb. Belə ki, 2020-ci ildə uşaqların doğulanadək cins seçiminin aradan qaldırılması üzrə bir kompleks tədbirlər planı təsdiq olunub və icra olunmaqdadır. Standartlara görə doğulan uşaqlar arasında cins nisbəti norması hər 100 qıza 104-107 oğlan şəklində qəbul olunur. Bizdə isə təəssüf ki, bu göstərici çox yüksəkdir. Cins nisbətinin pozulması Azərbaycanda 1990-cı illərin əvvəlindən başlayıb və artıq 2003-cü ildə ən yüksək göstərici olaraq 118-ə çatsa da 2015-ci ildə 115 olub və sonradan tədricən azalmağa meyilli olub. 2022-ci ildə doğulanlar arasında hər 100 qıza düşən oğlan sayının 112-yə enməsinə baxmayaraq, 2024-cü ilin nəticələrinə görə bu göstərici yenə də bir qədər artaraq 112 olub. Beynəlxalq təcrübə göstərir ki, ən yüksək göstərici Koreyada müşahidə olunub vaxtilə, amma Koreya həyata keçirilən tədbirlər nəticəsində normaya çata bilib və bunun nə ilə yalnız qadınların cəmiyyətdə və əmək bazarında dəstəyin göstərilməsinə nail ola biliblər. Və bu baxımdan da burada bugün cəmiyyətdə qadınlar çox aktiv iştirak edir. Həm təhsildə biz görürük ki, hətta qızlar daha çox aktivdir və imtahanların nəticələrində də biz görürük ki, qızlar daha yüksək nailiyyətlər əldə edir. Həm cəmiyyətdə, əmək bazarında, biznesdə qadınlar çox aktiv iştirak edir və bugün əmək qanunvericiliyində qadınların əməyinin bütün məhdudiyyətlər götürülüb. Bir çox peşə ixtisaslar var idi ki, qadınların əməyə qadağan olunurdu, amma bugün bu məhdudiyyətlər aradan qaldırılıb və qadınlar birbaşa, yəni bütün peşələr və ixtisaslarda iştirak edə bilirlər. Bu da təhsil sahəsinə də öz təsirini göstərəcək, çünki qızlar daha çox texniki, iqtisadi və digər sahələrə daha çox meylini göstərəcəklər. Selektiv abort qız uşaqlarına nisbətən oğlan uşaqlarının doğulmasına üstünlük verilməsi məqsədi ilə süni şəkildə hamiləliyin pozulması deməkdir. Bu kimi selektiv abortlar doğulanlar arasında cins nisbətinin pozulması ilə yanaşı reproduktiv sağlamlığa da ciddi zərbə vurur. Selektiv abortların ölkələrin demoqrafik və sosial-iqtisadi inkişafına mənfi təsiri vardır. Selektiv abort cəmiyyətin təbii inkişafına mane olur ki, bu da gələcəkdə çoxsaylı problemlərə səbəb ola bilər. Abortlar qadınların həyatı üçün ciddi fiziki, psixoloji təhlükə və cinsi diskriminasiya halı olaraq qalır. Abortlara məruz qalan analar öz həyatlarını itirirlər. Doğulmamış qız uşaqlarının məhvi gələcəkdə gender balanssızlığına və həyatın müxtəlif sahələrinə mənfi təsir göstərəcək. Selektiv abortlar doğulmayan uşaqlara qarşı zorakılıq olmaqla yanaşı, həm də gələcək genofondumuza vurulan ciddi ziyandır. Doğulanlar arasında oğlanların sayının qızlara nisbətən diqqəti cəlb edən şəkildə artması, əhalinin gələcək artımı demoqrafik struktur üçün mənfi təsirlər yaradır. Bu prosesin davamlı xarakter alması qadın sayının azalmasına səbəb olur, gələcək demoqrafik inkişafa təhlükə yaradır. Bugün həm ailə üzvləri, həm atalar, həm ümumiyyətlə cəmiyyət bu proseslərdə sıx iştirak edəcək. Biz nazirlik olaraq bu tədbirlər planı davamı olaraq yeni bir tədbirlər nəzərdə tutulub və həyata keçiriləcəkdir ki, biz ümid edirik ki, növbəti illərdə həyata keçirilən tədbirlər nəticəsində biz bioloji normaya göstəricisinin azalmasına, hətta bioloji normaya çatmasına nail olacaq. Hər bir doğulmamış uşaq gələcəyimizdən silinən bir ümiddir. Cinsə görə seçim deyil, həyata dəyər vermək gələcək nəsillərin təhlükəsiz, balanslı və sağlam formalaşmasının əsas şərtidir. Gəlin doğulacaq övladın qız və ya oğlan olmasından deyil, ən başlıcası onun sağlam doğulmasının və cəmiyyət üçün layiqli vətəndaş kimi böyütməyimizin fərqində olaq.